Bismillahirrahmanirrahim. Demək, qardaşlar sual verir ki, bəzi elm əhli məclislərində, hətta Azərbaycanın müxtəlif bölgələrində gedib qeybət edir, öz müsəlman qardaşı barədə digər elm əhlini gözdən salmağa çalışır. Bunlara nə nəsiyyət edərdiniz və bunları necə islah etmək olar? Deməli, birincisi, onlara nəsiyyətim budur ki, belə əməllə, belə hərəkətlə özlərini yormasınlar. Niyə? Çünki birincisi, o məclisdə qeybət etdikdə günah qazanırlar. İkincisi, qeybət etdiyi adamın savabını artırırlar. Üçüncüsü, o qeybət etdiyi məclisdə ömründən, zamanından gedir, israf eləyir. Dördüncüsü, əgər bu qeybəti rayonlarda, müxtəlif bölgələrdə edirsə, təsəvvür edin ki, buradan durub ora getmək üçün maşına benzin tökmək lazımdır. Nə qədər pulu gedir, zamanı gedir. Bu da israf olur. Bütün bunları düşünüb, yaxşı olar ki, hələ sonu pis nəticələnmədən əvvəl bu əmələ son qoysun. O ki, qaldı belələrini islah etməyə, bu cür elm əhlini, kim ki qeybətlə məşğuldur. O qeybət məclisində olan qardaşlara nəsiyyətim odur ki, görsəniz ki, hər hansı bir elm əhli digər birisinin barəsində qeybət etməyə başladı, qalxın o məclisi tərk edin. Qalxın o məclisi tərk edin ki, o adam da yavaş-yavaş özünü islah eləsin. Peyğəmbər sallallahu aleyhi və səlləm qadağan edib qeybət etməyi və qeybət məclisində oturan adam qeybət etməsə də, qeybəti dinlədiyinə görə qeybət edən adamın günahı qədər günah qazanır. Və bilirsiniz, qeybət edən, dedikodu yayan adam cəhənnəmlik olacaq. Bundan gərək özümüzü qoruyaq. Əziz müsəlmanlar, hamımız üçün Allaha dua edib deyirəm ki, Allahım bizə salamat qəlb və düz danışan dil nəsib et. Qalbən səlimən və lisənən sadiqan. Salamat qəlb və düz danışan dil. Subhanəkallahumma və bihəmdik. Əşhədü ən la iləhə illə ənt, əstəğfiruka və atubu ileyk.